Allahın salamı, rəhməti və bərəkəti hər birinizin üzərinə olsun. Bu yaxınlarda bildiyiniz kimi Elvin Əzimov adlı şəxsə biz cavab videosu çəkdik və onun bildirdiyi nöqtələri biz cavablandırdıq və onun xətalarını ortaya qoyduq və harda yanlış elədi o məsələləri Allahın izni ilə aşkara çıxartdıq. Və bundan sonra biz Elvin Əzimovu canlı şəkildə studiyamıza çağırdıq, ona bildirdik ki, bizlə əlaqə saxlasın və bizim studiyamıza gəlsin və bizlə bu məsələləri canlı şəkildə müzakirə eləsin və canlı şəkildə bizlə debat eləsin. Lakin Elvin Əzimov bizim bu çağırışımıza cavab vermir və əlavə videolar çəkir və yenə də bizim adımızdan yanlış danışır, insanları yanlış məlumatlandırır və yanlış istiqamətləndirir. Əvvəlki xətalarını, belə deyim, yenə də davam eləyir və hətta bir neçə videosunda bizə sual ünvanlayır. Lakin biz buradan Elvin Əzimova demək istəyirik ki, hələ birinci məsələ var, birinci mövzu var. Gəl bizlə birinci məsələni, birinci mövzunu müzakirə elə. Bundan sonra biz ikinci mövzuya keçərik, üçüncü mövzuya keçərik və digər mövzulara keçərik. Bunların hər biri asan məsələlərdir, yoluna düşən məsələlərdir. Lakin gərək biz birinci olan məsələni yekunlaşdıraq ki, ikinci bir mövzu açılsın və həmin ikinci mövzularından biz məsələni davam elətdirək. Çünki əgər biz birinci mövzunu bağlamadan ikinci mövzuya keçsək, bizim danışığımız, bizim müzakirəmiz nəticəsiz olacaq. Həmçinin Elvin Əzimovun özünün də yanaşması, üslubu, metodu budur. Çünki mən onun səhifəsini incələyərkən, onun səhifəsində, onun YouTube kanalında bir neçə posta baxdım. Mən istəyərdim həmin postlardan birini oxuyum və biz həmin post üzərindən görək ki, Elvin Əzimovun metodu nədir? Deməli, Elvin Əzimov bir nəfərə, Elvin Məhərrəmov adlı bir nəfərə ünvanlı belə bir post paylaşıb ki, belə deyir. Elvin Məhərrəmov, birincisi, ilk videonda mənə yalancı dedin. Əvvəlcə buna görə üzr istə. Sonra istədiyin videonu hazırla. İkincisi, mənim etiqadımı sonra özündə görəcəksən. Sən kanalında paylaşaraq iddia etmisən ki, bu şəxslər güya Quranın təhrif olunduğunu qəbul edirlər. Buyur, həmin alimlərin kitablarını bir-bir gətir və iddianı sübut et. Sonra məndən nəsə tələb et. Ya etiraf et ki, böhtan atmısan, ya da dəlillə isbatla, gözləyirik. 2 həftəyə bunu hazırladın, söhbəti fırlatma. Fəzil İbn Şazandan başla və alimləri ardıcıllıqla gətir. Təkcə Fəzil İbn Şazandan söhbət getmir. Kanalında paylaşdığım bütün alimlərin kitablarını gətir və iddianı sübut et. Əgər bunu etməsən, deməli böhtancı və yalancısan. Deməli, bu Elvin Əzimovun kanalında paylaşılan Elvin Əzimovun Elvin Məhərrəmova bildirdiyi iddiadır, belə deyim, Elvin Məhərrəmova ünvanladığı bir sözdür. Düzdür, mən Elvin Məhərrəmovu tanımıram. Bu məsələdən də əslində xəbərdar deyiləm ki, aralarında olan nə söhbətdir. Lakin Elvin Məhərrəmovdan, belə deyim, Elvin Əzimovun istədiyi budur ki, deyir, sən məndən nəsə tələb etməmişdən öncə sən həmin o kitabları bir-bir gətir. Deyir, həmin alimlərin kitablarını bir-bir gətir, iddianı sübut et, ondan sonra məndən nəsə tələb et. Diqqət eləyin, yəni Elvin Əzimov ondan əvvəlcə iddialarını sübut eləməyini istəyir, sonra nəsə tələb etmək istəyir. Bu Elvin Əzimovun metodudur. Əgər bu Elvin Əzimovun metodudursa və Elvin Əzimov bu metodu doğru sayırsa, şübhəsiz ki, doğru sayır ki, kanalında bunu paylaşıb, biz də həmin yanaşmanı Elvin Əzimova qoyuruq ki, sən ki, bizə iddialarda, belə deyim, iddialar etmisən, bizə demisən ki, bizim adımızdan demisən ki, biz inanırıq ki, 12-ci imam dünyasını dəyişib, bizim etiqadımız budur və buna bənzər başqa iddialar da etmisən. Əvvəlcə gəl bu iddialarını sübut elə. Ondan sonra bizdən nəsə tələb et. Çünki bu sənin metodundur. Sən bu üsulla yanaşırsan. Ondan sonra bizə sual ünvanla və ya bizdən nəsə cavab gözlə. Və sonra yazmısan ki, ya etiraf et ki, böhtan atmısan, ya da dəlillə isbat elə. Biz də sənə öz metodunu qoyuruq. Ya gəl, bizə dəlillə isbat elə, ya da denən ki, etiraf et ki, böhtan atmısan bizə şər atmısan, bizim adımızdan insanları aldatmısan, yalan danışmısan. Və sonra davam edib deyirsən ki, təkcə Fəzil İbn Şazandan deyil.
başqalarını da, adını çəkdiyin digərlərini də bir-bir belə deyim, istəyirsən. İndi yəni məsələ budur. Ona görə sən gəl bizim canlı yayına, biz sənin videolarını açaq. Orada ki bizə iddia eləmisən, o iddiaları bir-bir yazaq. Bir qələm götürək, bir dəftər götürək, bir-bir qeyd eləyək ki, sən nə iddialar eləmisən bizim haqqımızda. Lap biz onu əvvəlcədən hazır eləyərik. Sən gəl bizim canlı yayına və onları bir-bir isbat eləməyə çalış. Və isbat eləyə bilməsən, etiraf elə ki, bizə böhtan atmısan, şər atmısan. Və buna görə üzr istə. Ondan sonra keçək ikinci bir mövzuya. İkinci bir mövzuda istədiyin bir mövzunu qoy, onu müzakirə eləyək. Biz səni gözləyirik. Və sənə buradan bildiririk ki, bir həftə sənin vaxtın var. Bir həftə ərzində bizlə əlaqəyə keç və bu məsələləri isbat eləməyə çalış. Əgər isbat eləyə bilməsən də etiraf elə ki, böhtan atmısan, şər atmısan bizə, bizim adımızdan insanları aldatmısan, yalan danışmısan, səhv eləmisən, xəta eləmisən. Və bu səhvi etiraf elə, xətavı düzəlt. Bundan sonra keçək ikinci mövzuya, ikinci, üçüncü, dördüncü, nə qədər mövzu istəyirsənsə, həmin mövzunu aç, biz həmin mövzuda sizlə bəhs eləyək, danışaq. İndi isə Allah amanda qalın. Allahümmə salli alə Muhammed və ali Muhammed, ələyimmə vəl-mühtiyyin və səlləm təslimə.